Salam uşaqlar. Demək biz agreement mövzusunun topluda 11-ci sinifdə olan topludakı suallarına baxacağıq. Əvvəlcə deyim ki, bundan əvvəlki paylaşdığım video agreementin izahı ilə bağlıdır. Birinci istəyirsiniz ona baxın. Əgər ona baxmışsa, artıq gəlin onu testləri mən sürətli şəkildə izah edəcəm. Çox dərinə getməyəcəm. Demək, birinci sualda mənə deyir ki, the blue jeans, mavi cins. Mavi cins ümumiyyətlə yazı saxlayın ki, iki hissədən ibarət olan bütün geyim növləri həmişə cəmdə olurlar. Cəmdə olanlar da biz bilirik ki, are-dır, were-dır, have-dır. Yəni qətiyyən was və is-i seçə bilmirəm. 3-4 düzgün cavab B variantı qalır. 2-də deyir ki, my old trousers, mənim köhnə şalvarlarım. Şalvarlar sözü də cəmdə olduğuna görə uşaqlar onu da həmişə cəm kimi götürürük. Yəni was-la izi çıxırıq. 3-4 qalır. C variantı doğru cavabdır. Üçüncü sualda deyir ki, parkda olan bütün ağaclar sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir. Biz ağaclara baxacağıq. Ona görə təkləri çıxacağıq. 1-2 cavab qalır B variantı. Dördüncü sualda a number of var. A number of-un xəbəri həmişə cəmdə, the number of-un xəbəri isə həmişə təkdə olmalıdır deyə. Yəni təkləri çıxıram və feilin sonunda s olanda bilin ki, o cəmi bildirmir, o təki bildirir. Düzgün cavab 1-2 qalır. Beşinci sualda yenə a number of var. A number of-un xəbəri həmişə cəmdə olur deyə 1-3. Altıncı sualda sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir. The poor sözünə baxacağım. The poor sözü isə uşaqlar kasıblar deməkdir. Kasıblar cəmdə olduğuna görə izi, vozu çıxıram. Cavab qalır 1, 4, 5, C variantı. 7-ci sualda yenə sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir. The old qocalar deməkdir. Qocalar da cəmdə olduğuna görə izi, vozu çıxıram. Cavabım qalır 2, 3, 5, yəni B variantı. 8-ci sualda sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir. Closes sözü cəmdə olduğuna görə həzi, vozu, izi çıxıram. 2-5 qalır. Belə yanımda saxlayırıq ki, sonu s ilə bitənlər izdir, vozdur, həzdir. Bunlar tək xəbərlərdir. Axırı e ilə bitənlər are, were, have. Bunlar cəm xəbərlərdir. Feilin sonunda isə s varsa, demək ki, o təki bildirir. Feilin sonunda s yoxdursa, demək o cəmi bildirir. Çox uşaqlar bunu isimlə qarışdırırlar. İsmin sonunda s olanda biz bilirik ki, isim cəmlənir. Amma bu tərsinədir. Feilin sonunda s olanda feil təki bildirir. Bilin. Sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdir. Knowledge sözü də təkdə olduğuna görə əlbəttə ki, təkləri seçəcəyik. Yəni 2, 3, 4, D variantı doğru cavabdır. 10-cu sualda a number of var. A number of-un xəbəri həmişə cəmdə olur deyə təkləri çıxıram. Cavabım qalır 1, 3, 5, yəni A variantı. 11-ci sualda cattle malqara deməkdir uşaqlar. Malqara da cəm bildirdiyinə görə cavabım qalır 1, 3, 5, C variantı. 12-ci sualda sözünlü ifadələri əsas tərəf birinci tərəfdir. Articles sözü cəmdə olduğuna görə 1, 2, 3, yəni Y variantı doğru cavabdır. 13-cü sualda sözünlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Product sözü cəmdə olduğuna görə cəmləri seçəcəm uşaqlar. Cavab qalır 1, 4, 5, B variantı. 14-cü sualda the lamb's wool deyir ki, o quzuların yunu. Baxın, burada artıq sözündə falan yoxdur. Yəni, burada axırıncı sözə fokuslanırıq. O quzuların yunu yumuşaqdır. Yumuşaq olan nədir? Yun. Yun da təkdə olduğuna görə sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlər həmişə təkdə olur deyə D variantını, yəni izlə vozu götürəm. Baxın, deyir ki, bu qoyunun südü. Söhbət süddən gedir. Süd də təki bildirdiyinə görə 1, 5 cavab qalır D variantı. 16-cı sualda yada saxlayın ki, 16 dənə törənmə keçmişsizlər. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere. Və sadə bir yol deyirəm, yadınızda saxlayın. Everybody nə deməkdir? Hər kəs, düzdürmü? Hər kəs buradadır deyirsiniz, yoxsa hər kəs buradadılar? Əlbəttə ki, Azərbaycanla deyir ki, hər kəs buradadır. Ümumiyyətlə, bu törəmələr həmişə təki bildirirlər. Tək xəbər istəyirlər. Ona görə ben like-sı götürəcəm. Biri götürəndən sonra baxıram ki, ya 1-4-dür, ya 1-3-4-dür. 4, don't cəmi bildirir uşaqlar, amma doesn't təki bildirir. Ona görə 3-ü götürməyəcəm, 1-4 götürəcəm. Gələcək zaman will üçün fərqi yoxdur uşaqlar. Will həm ki, təkdə də işlənə bilir, cəmdə də işlənə bilir. 17-ci sualda everyone yenə törəmədir. Törəmələrin xəbəri təkdə olur deyə 1-4 Y variantı doğru cavabdır. 18-ci sualda ümumiyyətlə zərə ifadələrində həmişə birinci gələn isim əsasdır. Market təkdədirsə, demək təkləri götürəcəksiniz. Cəmlər çıxır, cavab da qalır is there, there is yəni. My mother and father. Anam və atam neçə nəfərdir? 2 nəfər. Onun xəbəri cəmi bildirir axı. Anamla atam balkondadır. İndi dərs birdən niyə have vermirəm? Çünki have malik olmaq mənasını daşıyır. Orada heç bir mənası yoxdur. Bakery çörəkçi deməkdir. Təkdədir deyə ziriz götürəcəm əlbəttə ki. 21-də canteen, bufet. Təkdədir deyə yenə is there götürəcəm. Sual verəndə ümumiyyətlə yada saxlayın ki, is ilə are qarşıya keçir.
22-ci sualda mənim qohumlarım deyir. Mənim qohumlarım cəmdədir deyə, is də olmaz, has olmaz, does olmaz, lives olmaz, don't olacaq. Çünki cəmdədə axı mənim qardaşlarım, görürsüz qardaşlarım sözdə cəmdədirsə is, has, feilin sonunda s olanda təki bildirir, doesn't ümumiyyətlə təki bildirir deyə don't sleep. Sonra swimming and skating neçə şeydən danışır? İki şeydən. İki şeydən danışırsa əlbəttə ki, cəmi götürəcəm. Sonra bu bir dəfə imtahan düşmüşdü. Mən elə uşaqlarımızın imtahanı. 12 ay cəmdədir deyə avtomatik olaraq cəmi götürəcəyik. Çox asandır. Duz və pesox neçə şeydən danışır? İki şeydən. Are. This furniture, bu mebel. Təkdədir axı. Ona görə is. This climate, bu iqlim. Təkdədir deyə is. A sack of flour sözünü birləşməli əsas tərəf birinci tərəfdir. Sack kisə sözü təkdə olduğuna görə əlbəttə ki, vozu götürəcəm burada da. 30-cu sualda yenə sözünü birləşməli əsas tərəf birinci tərəfdir. Pictures sözü uşaqlar cəmdə olduğuna görə mən də arı götürəcəm burada. 31-ci sualda our neighbors cəmdədir deyə verb bir də arı götürəcəm. 1-3 yəni B variantını. 32-ci sualda my parents mənim valideynlərim cəmdə olduğuna görə 1-3 C variantı. 6 chairs 6 stul. Bax görürsüz birinci gələn ismə baxırıq. Həmişə birinci gələn ismə. Cəmdədir deyə mən də cəmi götürəcəm. Zira 34-cü sualda such clothes belə paltarlar. Paltarlar sözü cəmdə olduğuna görə is-lə, doesn't-la işim yoxdur. 1-3 cavab qalır C variantı. Such glasses belə eynəklər. Eynəklər sözü cəmdə olduğuna görə bax makes təki bildirir, doesn't təki bildirir. 2-4 E variantı. 36-cı sualda izə baxıram, xəbərim təkdədir. Burada isə have xəbərim cəmdədir. Demək, birinci tərəfə the number of verəcəm, ikinci tərəfə a number of verəcəm. Cavab qalır A variantı. 37-ci sualda have cəmdədir, amma has təkdədir. Demək, birinci tərəfə a number of verəcəm, ikinci tərəfə the number of verəcəm. Y variantı. 38-ci sualda Zeus deyir ki, mən deyir xoşlamıram qulaq asmaq o kəslərə ki, insandan söhbət gedirsə, which verə bilmərsiniz, zət də verə bilmərsiniz. Qalır bu ki, kim ki danışır, özləri haqqında çox danışır da, kim ki danışırlar. Yəni, bu xəbərim cəmdə olacaq. Niyə görə? Çünki Zeus deyəndə çox adam nəzərdə tutur, ona görə D variantı. Bu, biraz çətin sual idi. 39 elədir. Söhbət by people, insanlardan gedir deyə, which verə bilmərsiniz, zət verə bilmərsiniz. Və deyir ki, mən o kəsləri xoşlamıram ki, kimlər ki, məndən şəxsi suallar verirlər də. Yəni, insanlardan gedir deyə söhbət. Asksın sonunda S var deyə onu götürə bilmirəm. 40-cı sualda each of the business letters of ifadələrin əsas tərəf birinci tərəfdir. İç də təki bildirdiyinə görə uşaqlar. Demək, have, arı çıxıram. Bir dəqiqə uşaqlar qapını bağlayın. Demək, bu arada uşaqlar, parol sözümüz zəng olsun. Zəng. Kimdən soruşsam bilim ki, videoya tam baxırlar, diqqətlə baxırlar. Demək, 40-cı sualda dedik ki, o ifadələrin əsas tərəf birinci tərəf içdir. İç də təki bildirdiyinə görə cavab qalır bizdə B və C. Aha, sonra baxıram ki, mən buraya əgər baxın, voz qoysam, birinci tərəfə bax, vozunu qoysam, ikinci tərəfdə so my letter. My letter təkdədir deyə uşaqlar, orada ver ola bilməz. Orada təki bildirən bir şey olmalıdır, C variantı. Yenə, o ifadənin əsas tərəf birinci tərəfdir. İç təki bildirdiyinə görə uşaqlar have çıxır, sign çıxır, qalıram C, D, Y arasında. Sonra employees sözdə baxın görürsüz cəmdədir. O cümlənin mübtədəsi odur. Ümumiyyətlə biz so do I, nice do I dərsində keçən il demişdik ki, so do I elə məndə, yəni bu formada işlənir də. Yəni so do I, nice do I. Employees sözü cəmdə olduğuna görə does, bir də has çıxıram. Cavabım qalır Y variantı. 42-ci sualda o ifadələrin yenə əsas tərəf birinci tərəfdir. As a result sözü təkdə olduğuna görə mən də təkləri seçəcəm. Bir dəqiqə gözləyim. As a result of the bad driving, deyir ki, pis sürməyin nəticəsində the number of road accident, bir sıra yol qəzaları, görürsüz, artıb. Nə artıb? Yol qəzaları artıb da. Yəni the number of, yəni yol qəzalarının sayı artıb. Demək, burada the number of-a baxacaq. Birinci tərəfə yox. Çaşdırmasın bizi. Çünki söhbət orada yol qəzalarının sayının artmasından gedir. The number of təkdə olduğuna görə mən də tək seçəcəm. Yəni 2 ilə 4-ü seçəcəm. Yəni düzgün cavabım olacaq B variantı. 43-cü sualda yenə eyni şəkildədir. Deyir ki, təbii fəlakətlərin nəticəsində buna baxmayacağam. The number of ruined cities and village, kəndlərin və şəhərlərin sayından gedir axı söhbət. Cavabına görə 2-4 Y variantı qalacaq. 44-cü sualda deyir ki,
More than 100 schools in various parts of Azerbaijan. Azərbaycanın müxtəlif hissələrində yüzlərlə məktəblərdən çox, yəni yüzlərlə məktəblərdən çox. Baxıram ki, məktəblərdən gedir söhbət. Cəmdə olduğuna görə 2 ilə, 1 ilə 3-ü seçəcəm. Yəni D variantı. 45-ci sualda isə more than 100, 100-dən də çox xəstəxanalarda müxtəlif ölkəmizin hissələrində təmir olunub. Nə? 100-dən də çox xəstəxanalar. Yəni söhbət yenə xəstəxanalardan getdiyinə görə 1, 4, yəni D variantını götürəcəm.